Salam əzizləyicilər, mən Kamil Möslümov. Bu gün sizə buraxılış imtahana düşə biləcək sual tiplərindən birini paylaşacağım. Deməli, yazıram 8-in əvəzinə 2 vurulsun 2, vurulsun 2. Gerisini köçürürəm. Sinus x vurulsun kosinus x, vurulsun kosinus 2x, vurulsun kosinus 4x bərabərdir 1-ə. Deməli, bu üçü bizə sinus 2 alfanı üstür, yəni sinus 2x-i verəcək. Qeyd edirəm 2 vurulsun 2. Bu üçün də əvəzinə qeyd edirəm sinus 2x. Gerisini köçürəcəm. Kosinus 2x vurulsun kosinus 4x bərabərdir 1-ə. Yenidən diqqət etirin. Bu üçü bir yerdə yenə sinus 2 alfanın üstürüdür. Yəni yaza bilərəm ki 2 vurulsun sinus 4x vurulsun kosinus 4x bərabərdir 1-ə. Bu üçü də sinus 2 alfanın üstürüdür. Yəni yazmaq olar ki sinus 8x bərabərdir 1-ə. Buradan tapıram 8x bərabərdir. Sinus alfa bərabərdir 1-in həllinə əsasən pi bölünsün 2 plus 2 pi k. Bunu da eyni məxrəcdə yazsam, qeyd edirəm 2-də pi plus 2 pi k-nı 2-yə vursam olacaq 4 pi k. X-in özünü tapsam x bərabərdir. 8-ə bölmək 8-də 1-ə vurmaq deməkdir. Yəni almış olacağım pi plus 4 pi k bölünsün 16. Və bizdən soruşur. Tənliyinin 0 pi bölü 2 parçasında neçə kökü var? Diqqət etirin. Burada məxrəc 16-dır. Gəlin bunu 16-ya gətirək. Daha asan hesablayaq. Qeyd edirəm o zaman 0 parça. Hər tərəfi burada 8-ə vurmuş olsam, o zaman nə almış olacağım? 8 pi bölünsün 16. K-ya 0 yazsam, olacaq əslində nə? Pi bölünsün 16 və soruşulan parçaya düşür. Qeyd edirəm x bərabər ola bilər. Pi bölünsün 16. Sonra K-ya 1 yazmış olsam, olacaq 4 pi plus pi, 5 pi bölünsün 16. Və bu da yenə soruşulan parçaya düşür. Qeyd edirəm 5 pi bölünsün 16. Və bundan sonra əgər mən K-ya 2 yazsam, 4 pini 2-yə vursam 8, üzərinə də birinci yazsam olur 9 pi bölünsün 16 və soruşulan parçaya düşmür. O zaman soruşulan parçada tənlik köklərinin sayı 2-dir.